Mən artıq yüksəliş müsahibəsində ikinci dəfədir iştirak edirəm. Keçən illəri bir menti ilə çalışmışdıqsa, artıq bu illəri 2 menti ilə çalışırıq. Mentorlar burada xüsusi rolu istiqamət verici olmalıdır. Hər bir mentinin məqsədi nədir? Onun üçün lider olmaq nə motiv verir? Birinci o suala cavab tapmalıdır və mən hesab edirəm ki, hər bir mentorlar bunun üzərində işləməlidir və onun əsasında motivləri müəyyən olundan sonra uzun müddətdə özünü harda görür sualına cavab verməlidir və bununla da uzun müddətli bir inkişaf proqramı olmalıdır. Ola bilsin ki, müəyyən yerlərdə çətinliklər formalaşa bilər, heç zaman hər şey belə rahat getmir və orada istiqamət vermək. İstiqamət verməklə yenə də menti özü həll yollarını tapmaqla öz hədəflərinə çatmağa doğru getməlidir. Bu proqramda da mənim gözləntim ondan ibarətdir ki, dövlətimiz üçün, cəmiyyətimiz üçün ideal kadrlar yetişsin. Və doğru yol məqsəddən başlayır və hamı öz bacarıqlarını göstərmək istəyirsə, mən fikirləşirəm ki, yüksəliş müsabiqəsi ən ideal platformalardan biridir. Hamıya uğurlar arzulayıram və hamını burada iştiraka çağırıram.